Hər vaxtınız xeyir olsun. Bu dəfə kapibaraların tərkibini dolduracağım. Daha sonra toxumağa davam edəcəm. İndi bunun tərkibini sentfonla doldururuq. Mənə sentfon lazım olur və bir ədəd də belə bir qayçı. Dolduruş qaydasını göstərirəm. Artıq bədənin sırasını tamamlayandan sonra bir müddət gələndən sonra doldururuq tərkibini. Başını doldururuq əvvəlcə, sonra gövdəsini dolduracağıq. Burada bir nəfər mənə icazə vermir. Piş, çıx buradan. Davam edirik. Üzürlü sayın. Pişiyin quyruğu girdi ekrana. Qəşəng doldururuq. Baxın, əvvəlcə hardan gəldi, doldururuq. Və bu qayda. Baxın, belə düz bir şəkildə əvvəlcə doldurdum, dümdüz doldurdum. İndi yanlara verəcəm sentfonu. Yəni, sentfon saldırdım, eləcə belə arxasından bastırmış oldum. İndi yanaq qisminə sentfonu yan hissəyə verirəm, belə. Baxın, indi bu tərəfə də verəcəm, eyni qayda, bir qismini alıram, digər tərəfə də daxil edirəm. Bu arada amigurum üçün sentfonlar başqadır, amma bu sentfonla bu kuklaların tərkibini doldurduqda əmin olun ki, mən bir neçə dəfə yumuşam, götürmüşəm, qətiyyən boşalma filan qətiyyən olmur. Yəni, doldurmaqdan çox şey asılıdır. Yəni, amigurumi, sentfonu filan, bırakın öyle işləri. O sentfondan da istifadə eləmişəm, bu arada çox istifadə eləmişəm. Yəni, onda da boşluq olur. Eyni, sentfon sentfondur. Şöyle doldururuq. İndi başını biraz yumruluyuruq. Başın çevrəsinə gedirəm. Yenə də yanlara biraz çox verirəm yanaq qismlərimə. Şöyle. Şöyle, şöyle. Şöyle, şöyle. Bakın.
Gördünüz, dairəsel oldu, potalaşdı. Biraz da bu hissəsinə verirəm ki, burada bu büzüşmə yoxa çıxsın. Belə. Bu qarın hissəsidir. Baxaq, bunu neçə sıra toxumuşam? 1, 2, 3, 4, 5 sıra toxumuşam. Normalda 8 sıra olmalıdır. 3 sırada toxuyuram, gəlirəm. 8 sıra düz toxudum, gəldim. İndi 6 toxu biraz altdan, 3 toxu biraz alda qədər düşüb tərkibini dolduracam. Sonra isə bir toxu biraz alt, 6 dəfə azalt və son olaraq bağlayacağım. 6 toxu biraz alt eləyirik. Bir, 2, 3, 4, 5 və 6. 6 toxudum. Bir azaldacağım. Bu şəkildə 6 toxu biraz alt, 5 toxu biraz alt, 4 toxu biraz alt, 3 toxu biraz alt tərkibini doldur. O hissəsini göstərəcəm. Deməli, sihirli halqa edirik əvvəlcə. Tərkibini 6x doldururuq. 1, 2, 3, 4, 5, 6. Əvvəlcə ayağını toxuyuram. Yəni bunu toxuyuram. Sihirli halqanı bağlayırıq. Hər birinə cüt bataraq 12x edirəm. 1, 2. Eyni yerə cüt batıram. 3. Eyni yerə cüt batıram. 4. 5. 6. 7. 8. 9. 10. 11. 12. Bu qayda toxudum. Arxa hissəsini möhkəmləndirirəm. Açılma ehtimalı olmasın deyənə. Və bunu işarətləyici kimi istifadə edirəm. 2 sıra 12x toxuyuram. 2 sıra. Baxın, 2 sıra 12x-i düz toxudum. İndi 12 cc eləyirəm. Yəni, ilmə sürüşdürmə eləyəcəm. İlməyə daxil oluram, götürürəm, toxumadan içindən keçirəm. İlməyə daxil oluram. Görün, bunu elədim. İlməyə daxil oluram, götürürəm, sürüşdürürəm. Daxil oluram, götürürəm, sürüşdürürəm. 12 cc eləyirəm sayaraq. 12 cc elədim. İndi buradan daxil olacağam. İlk cc-yə daxil oldum. Digər ipə keçirəm, ten rənginə. Aldım.
şəkildə götürürəm. Tərkibindən çıxdım. Bu 1x-dir. İndi bir toxu 1 artır eləyirəm bu sırada. 18x-ə çatacam. CC üzərindən götürürəm onda. 1x-i toxudum. İndi 1 artır eləyirəm növbəti CC-də. Bir toxu 1 artır. Birini də artırıram yanındakını. Artırdım. Eyni yerə cüt batdım. İndi yenə 1 toxuyuram. Bir artırıram. CC-dən götürürəm. Baxın, V-ni sümbülü ümumi götürürəm. Bir artırıram. Sıra sonuna qədər 6 dəfə təkrar edəcəm və 18x əldə eləmiş olacam. Bu arada burada korичневый ipi kəsib götürürəm. Yəni bu iplə işimiz qurtardı. Baxın, bir toxu 1 artır 18x-ə qədər gəlmiş oldu. İndi işarətləyicimi önə çəkirəm və burada biri korичневый olmuşdu ilk batdığım. Baxın bu. Daxil oluram. İndi 2 toxu 1 artır eləyəcəm. 24x əldə eləyəcəm. 1 toxudum. 2 toxudum. 1 artırıram. Bu qayda. Sıra sonuna qədər 2 toxu 1 artır 6 dəfə təkrar eləmiş oluram və 24x əldə eləmiş oluram. 2 toxudum, 1 artırdım. Artıq 24x var əlimdə. İndi 7 sıra, bir dəqiqə baxım, düz bilmişəm. 7 sıra düz bir şəkildə toxuyuram. Bunun özəlliyi odur ki, tərkibini heç bir sentfonla filan doldurmuram. 7 sıra düz toxuyuram, sonra da birləşdirəcəm. Deməli, burada bir kiçik yeri sizə başa salmaq istəyirəm. Mən kuklalarda, amigurumilərdə fərqi yoxdur, ayı olsun, dovşan olsun. Dikilişi bu sümbül baxan tərəfə etmirəm. O zaman ayaq göydə qalır. Baxın, bu qayda elədikdə ayaq belə aralı qalır bədəndən, göydə qalacaq. Amma bunu daxil eləyəndə belə görürsünüz. Tərs tərəfdən dikəndə bu hissədən ayaq içə doğru baxır. Belə bədənə doğru girir. Ona görə də həmişə bu tərəfdən dikirik. Əgər ayaqlarda problem yaşayırıqsa, biri bu tərəfə düşür, digəri sümbül çünki bu tərəfə düşəcək. O zaman bunu olduğu kimi, baxın, belə toxuyaraq birini götürün buradan. Yəni artıq biz qurtarmışıq sıranı, 7 sıra toxumuşuq, gəlmişik, bitirmişik və mən X toxuyaraq ayaqları bir-birinə birləşdirmək istəyirəmsə, birinci ayağı elə olduğu yerdən başlayaraq bu qayda belə birləşdirəcəm. Düzdür, baxın. Birinci ayağı bu qayda birləşdirəcəm və bu belə alınacaq. Gördüyünüz kimi arxaya. Bu olur bunun sol ayağı. Sağ ayağının olması üçün isə mən ipi qopardacağam. Buradan CC eləyərək ipi qopardacağam və digər tərəfdən döndərərək digər tərəfdən CC eləyib, daha doğrusu X toxuyub birləşdirəcəm. Yəni
Bura değildi. Döndürürəm. Buradan başlayacağım, birləşdirəcəm. Götürürəm. Bunu tərkibə daxil edeyim. Belə də eləyə bilərəm, əgər bu istəmirəmsə düyün kimi orada düşsün. Əvvəlcə bunu götürüm. Tamam. Bunu bura daxil edək. Sonra başlayaq toxumağa. Deyəsən tərs elədim. Digər tərəfdən gəlməliydim. Bu tərəfdən gəlməliydim. Bitiş yerindən yenə başlayıram birləşdirməyə. Eyni şey alınacaqdı. Baxın, daxildən birinci bunu birləşdirirəm. Başlayıram sonra həm qarşı tərəfdən, həm də ön tərəfdən almağa. X toxuyuram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Siz bu hissəni keçə bilərsiniz. Mən bunu tərkibə daxil edəcəm. Siz bu hissəni sürətləndirə bilərsiniz. Yəni artıq başa düşdüyünüz hissələri videonu 2x alaraq sürətləndirə bilərsiniz. Neçə idi, neysə. 11 olmalıdır. 11x ilə birləşdirməliyik. 11 oldu məncə. İpi uzun buraxıram. Dikiş payı buraxıram. Ilə çıxardıram. Baxın. Belə. Gördünüz? Hər iki tərəfə də artıq içəri düşmüş olacaq. Burada içəri düşdü, sol ayaq. Sağ ayaqda içəri düşmüş oldu. Bu qayda. Qollarda problem olmur. Qollarda fırladaraq, çünki baxın, qollarda fırlatdıqda problem olmur. Qollarda eyni tərəfdən bitirə bilirsiniz. Ayaqlarda bir dənə o məsələ var, amma qollarda eyni qaydadır. Belə də tikəcəksiniz. Sürətli xatırlatma eləyim. Sehirli halqa 6x elədim. 6V toxudum, daha sonra 12x elədim. 2 sıra düz bir şəkildə toxudum. Sonra 12cc etdim. Ten rəngi ipə keçdim. 12cc üzərindən bir toxu bir artır eləyərək 18x toxudum. Daha sonra 2 toxu bir artır eləyərək 24x toxumuş oldum. 24x'imizi 7 sıra düz bir şəkildə artırma azaltma etmədən toxuduq və bir ayaqda toxuyub bitirdiyimiz yerdən birləşdirmə etdik 11x. Digər ayaqda isə CC eləyib ipi qopardıb döndürərək digər tərəfdən 11x toxuyaraq birləşdirmiş olduq. İpi uzun buraxırıq, tikiş payı buraxırıq və silikon tapanca ilə yapışdırırıq. Bax bu hissəyə vurur, daha sonra çəpəki bir şəkildə yapışdırır, bu qayda tikirik.
Tikmə qaydasını da bilirsiniz. Digər videolarımda mən sizə göstərmişdim, yenə göstərim. Bir yerdə onu bitirərik. Mən istəyirəm qısa bir şəkildə qolunu sizə deyim. Qollar ayaqlar kimi eynidir. Sehirli halqa ilə başlayıb 6x toxuyub, daha sonra 6V ilə, yəni hər birinə cüt bataraq 12x-ə çatdım və 2 sıra düz toxudum. Sonra yenə 12cc etdim. 12cc-nin üzərindən ten rəngi ipə keçərək bir toxub bir artır etdim. Burada sadəcə bir toxub bir artır eləmişəm. Sonra isə 5 sıra, bu hissəni 5 sıra düz bir şəkildə toxumuşam. Qollarda fərqi yoxdur. Hər ikisində də bitirdiyin tərəfdən birləşdirmə eləyirsən. Birləşdirmədə 1, 2, 3, 4, 5, 6, 7, 7x və ya 8x alına bilir. Birləşdirdikdən sonra ipi uzun buraxırsınız tikiş payı olaraq. İndi mən digər qolu toxuyum, gəlim və birləşdirmə eləyək bədənə. Baxın, bunu demək istəyirəm. Qurtardım qolunu, düzdür. Bu qayda götürürəm. Yəni, qurtardığım istiqamətdə də hər ikisini qurtardığım istiqamətdə bitirirəm qollarda. 1, 2, 3, 4, 5, 6, 7. Belə də bitirə bilərsiniz, amma mən 8 eləyəcəm. Deyəsən, digərində də 8 idi zaten. Bir zincirdə çəkirəm, ipi uzun buraxıram, kəsirəm. Belə göstərim sizə. Baxın, gördünüz. Yəni, qollarda eyni problemi yaşamırsınız. Amma enteresan bir şəkildə ayaqlarda yaşayırıq. Bəli. Belə də qolları düz istiqamətdə, biraz əyik formada tikəcəyik. Düz də tikə bilərik qolları. Belə. Əyri də tikə bilərik. Fərqi yoxdur. Yox. Qolları belə tikmirik doğrudan. Qolları belə tikirik. Xanımlar, qolları belə tikirik. Qucaqlayan bir formada. Digəri ilə qarışdırdım. Qolları belə tikirik. Ayaqları isə bu qayda tikirik. Əvvəlcə ayaqları tikirsiniz, çəpəki tikirik ayaqları, baxın. Yapışdırırıq. Bu hissəyə silikonu vurub bu qayda yapışdırırıq. Tikiş hissəsinə silikon dəymir. Az miqdarda vururuq. İynələməkdənsə ondan istifadə edirik. Qolları isə bu qayda bunun üzərindən tikirik. Yapışdırırıq, sonra tikirik. Belə. Əvvəl ayaqları, sonra qolları. Baxın, əvvəlcə ayaqları birləşdirirəm. Gördünüz, silikondan bu qədər vurdum, silikondan. Eləcə silikon deyirəm buna. Üzü mənə doğru istiqamətdə baxıram və dəqiqləşdirirəm yapışdırmağı. Səpəki yapışdırdım. İndi digərini də eyni qayda edirəm, sonra tikəcəm. Belə olduqda video uzun alınır, hər bir detalını dedikdə xahiş edirəm. Əgər ürəyiniz sıxılırsa 2x-ə alın, izləyin, toxumağa davam eləyin. Baxın, indi bu istiqamətdə birləşib artıq bu möhkəmdir. Bu istiqamətdən səpəki götürəcəm. Bunu başlayıram. Bura birləşdirməyə, möhkəmləndirməyə.
bundan götürdüm. İndi bunu bırakıram. Çünki bunu bura birləşdirmiş oldum. Buradan daxil oluram. Bundan demək istədiyim ayaqdan bu istiqamətdə daxil olur götürürəm. Bədəndən isə belə daxil olub götürəcəm. Baxın, əgər gövdənin özünə belə daxil ola bilmirsinizsə, bu sümbül hissəsinin bir hissəsinə daxil ola bilərsiniz. Bu qayda tikərək gedirəm. Çıxdı ipim. Bu qayda tikərək gedirəm. Sona qədər tikdim, gəldim. Tikilişdə belə alınır. Gördüyünüz buradakı son tikilişi belə götürməyəcəm. Buradan götürəcəm. Buradan götürürəm. Və baxın, bu nətər deyim, dik qalma hissəni itirirəm. İtirdim. İndi bunu burada düyün eləyəcəm. Və belə. Əgər ürəyinizə deyilsə, bir dənə də düyün ata bilərsiniz. Sonra daxil oluruq və ipi burada itiririk. Eynisini digər tərəfə də tətbiq edirik. Eyni üsulu digər tərəfə də eləyirik. Qollarda dediyim kimi eyni bu qayda yapışdırırıq. Yəni ayağın orta hissəsindən, tam ortasından keçəcək dərəcədə belə yapışdırırıq. Gördünüz, iki ortasından yapışdırdıq və çalışırıq ki, tikiş hissəsinə düşməsin silikon. Eyni qaydada tikirik. Buradadırsa buradan tikirik. Yəni buradan belə götürürük, bədəndən belə götürürük, tikirik. Baxın, bunu göstərdim. Əgər mənim kimi belə və belə tikmək çətin gəlirsə, baxın, belə tikirsiniz, götürürsünüz. Sonra belə götürürsünüz. Bu V'lərin birinin içindən. Sonra yenə buradan götürürsünüz. Belə. Sonra bir dənə də buradan götürürsünüz. Belə. Bu daha rahat olur. Və eyni tikiliş olur zaten, eyni cür olur. Sonda da dediyim kimi bu başlıq hissəni belə götürürsünüz. Hər birində çünki o var. Belə eləyirsiniz və bura bir düyün vurursunuz. Bir dənə düyün vuraq. İpi keçirdək. Baxın. Qollar və ayaqlar tamamdır. Belə baxmağını istəmiriksə, az silikonda bunu belə yumuq bir vəziyyətə, yəni ayaqlarını az yumuq, əllərini də tam yumuq, belə bir vəziyyətə gətirə bilirik. Və belə. Qolun bu hissəsindən
nazik vururam və salam. Dərhal bədənə tuturam və belə yapışdıra bilərəm. Burasında eyni qayda. Ayaqlardan da bu iç tərəfdən vurub biraz belə, biraz da belə eləyə bilərsiniz. İndi keçirik burun hissəsini. Deyirəm sadəcə. Korичневый iplə burnunu sehirli halqa eləyirsiniz. Daha sonra 12x, daha sonra 1 toxu 1 artır, 2 toxu 1 artır, 3 toxu 1 artıra qədər davam edirsiniz. 3 toxu 1 artırı da toxduqdan sonra artıq ipi uzun buraxaraq bitirirsiniz. İpi uzun buraxdınız, qara iplə əvvəlcə onun burun hissəsini eləyəcəyik, daha sonra burnunu bura yapışdırıb tikəcəyik. Minik bir şey oldu, çok şirin oldu. Baxın, ağız hissəsini 3 toxu 1 artıya qədər gəldim. Belə bir ağzı olacaq. İndi qara sapla bunun burun hissəsini eləyirik. Qara sap götürün. Qara sapla sentifon dolaşır. Belə saplayım gəlirəm. Baxın. Arxasından belə düyün vururam. 2 qat saplamışam. Belə. Bu istiqamətlə tuturam bax. Elə bir altıgen deyil. Onun bu hissəsindən götürürəm, tuturam. Baxın. Buradan birini buraxdım. İkincidən batdım. Şimdi digər tərəfdən. Bu digər tərəfdən. Belə. İndi yenə buradan çıxıram. Bu səfər dönürəm. Bax belə bataraq. Burada bir burun hazırlayıram. Yumru burun. Oy. Əlimizdən də dəstək alırıq bunu eləyəndə. Sonra eyni qayda çıxıram. Siz istəyirsinizsə əgər sırf yapışdıra da bilərsiniz. Sonra baxıram ağız hissəsində ağzını bura qədər gətirmirəm. Bunun ağzı balaca olur. Buradan çıxıram, burada. Orta hissənin biraz altından, ortadan da çıxa bilərsiniz. Və buradan da daxil oluram. Belə. Və belə. Bu da oldu bunun burnu. Arxada da bunu düyün eləyirəm. Və salam. İndi bunu bura tikə bilərəm. Düz yapışdıraq. Ortadan.
İndi tikib gələcəm. Tikilişi göstərim sizə. Bu niyə bu qədər ağdır? Deyirəm, bu niyə bu qədər ağdır? Deyəsən, o birisilər də elə düşüb. Deməli, toxunma ilə yanaşı, burada tikmək də çox önəmlidir. Ürəyinizə sağlıq. Baxın, bunu qolumun altından qırağa qoyum. Baxın, buradan götürdük. Bilməyənlər indi üçün deyirəm ha, yəni. Bilənlər üçün yox. Buradan da belə və görünür. Dəqiqləşdir. Belə. Bunu biraz arxaya verim. Soğuq qabağa gəldi. Belə götürürəm. Sonra buradan da belə daxil oluram. O belə görürsünüz necə səliqəli görsənir. Belə bitirdim. İndi qaldı qulaqlarını və gözünü göstərmək. Breloku taxmaq hissəsini pişikdən bilirsiniz artıq necə etdiyimizi. Digər pişik brelokdan baxa bilərsiniz. Başlıq hissəni taxmağı. Yenə də göstərərəm. Qulaq toxuyuruq. Qulağı korичневый iplə toxuyacağım. Altı zincir çəkirəm. Balaca mini bir qulaq eləyəcəm. 1, 2, 3, 4, 5, 6. 6 zincir çəkdim. Bu nəsə zoomlamır mənim. Deməli 4x toxuyacağım. 1, 2, 3, 4 toxudum. 5-ci zincirə W batıram. Yəni bir yerə 3 dəfə. 1, 2, 3. Batdım. Dönürəm. Yenə 4x eləyirəm. 1, 2, 3 və 4. Bir zincir çəkirəm. Dönürəm. 4x toxuyuram. 1, 2, 3, 4. Toxudum. İndi 3V eləyirəm. Yəni 3 dəfə bir ilməyə təkrar batacağım. Birinciyə batdım. İkinci ilməyə də cüt batıram. 1, 2. Və üçüncü ilməyə də cüt batıram. 1, 2. 4x toxuyuram. 1, 2, 3, 4. Vəssalam. İndi bunu bu qayda qarşı tərəflə birləşdirirəm CC ilə. Sonra 1 və buradan alaraq 2x toxuyub bir zincir çəkir, ipi uzun buraxır, kəsirəm. Tikiş payı olaraq buraxdım. Dediyim kimi yapışdıra da bilərsiniz, tikə də bilərsiniz. Tikmək biraz daha keyfiyyətli olmağına səbəb olur. 1,
Bunu biraz buradan çıxartdım ki arxada pis görsənməsin. Bəli. Belə. İndi qulağını başdan biraz arxa tərəfdə. Bax, burada eləyəcəyik. Yəni, bax, bu qol hissə var ha. Bax, bu qol hissədən belə tutun, bax, belə. Gördünüz? Qəşəng görsənir onda. Bura yapışdırırsınız, bu qayda yapışdırırsınız, arxa hissəsini tikirsiniz. Belə görsənəcək. Əlinizlə də belə eləyin. Qulağını tikirəm. Belə yapışdırdım. Baxın. İndi tikirəm. Buradan. Deməli, qulağının bu hissəsindən götürürəm. Bir də bədənin buradan götürürəm. Eyni üsuldur. Qulaqdan, sonra bədəndən. Qulaqdan çox götürməyəcəm, sadəcə bəlirli bir qismini toxuyacam. Bax, bir-iki dəfə tikdim. Bir dənə də buradan belə çıxaq. Vəssalam, qulağı çox tikməyə ehtiyac yoxdur. Belə tikdik qulaqlarını. Digərini də eyni qayda eləyirik. Çox da yəni tikməyə ehtiyac yoxdur. Az miqdarda ucundan tikirik. Gözlərini elə də belə kəskin etməyə ehtiyac yoxdur. Sadəcə bir xətt də çəkə bilərsiniz. Mən indi elə eləyəcəm. Bu yan hissədən ya da qulaq arxa hissəsindən, yəni hardan daxil olacağımı bilmirəm. Yandan daxil oluram. Burunun burasından baxırsınız, biraz aşağı hissəsindən və ya yuxarıdan bəlirləyirsiniz. Baxıram və buradan çıxdım. Hardasa, bax, bu qulaq hissəsinin, bu qulağının burasından çıxdım yuxarıdan. İpi çöldə biraz saxlayıram. Aşağıya bir dama, sadəcə bir dama düşür. Buradan batıram. Batdığım hissədə də 1, 2, 3 ilgə var. Digərini də eyni qayda eləyəcəm. 1, 2, 3. Bura batacam. Buradan çıxmalıyam. Baxaq. Bəli. Çıxdıq. Vəssalam, yəni çox da gözlərini belə kəskin eləməyə ehtiyac yoxdur. Yenə bir dama yuxarıya qalxıram. Belə. Və arxa hissədən çıxıram. Yəni istəsəniz buradan çıxıb belə dairə də eləyə bilərsiniz, amma ehtiyac yoxdur. Mən eləmişəm digərlərində, yəni o qədər də bilinmir. Belə çıxdım. Və belə. Bu da oldu mini kapibaralarımız. Bunu burada möhkəmləndirirəm. Sabitləyirəm. Və daxilə
yeridirəm. Və bundan sonra bu hissəni biraz əlimizlə bağlayırıq. Belə. Sonra indi sizə ten rəngi ilə baş hissəsinin brelokunu qoyacağıq. İpi bu qədər uzun buraxıram. Hardasa bu qədər. Başında baxın, başın bu orta hissəsindən keçirirəm. 3 zincir çəkəcəm. Əvvəlcə möhkəmləndirdim. Sonra 1, 2, 3 zincir çəkdim. Belə edirəm. İpi yenə biraz qismən uzun buraxıram. Kəsirəm. Brelok başlığının və bu hissəsindən keçirdirəm. Bax. Hanım. Deyəsən qısa oldu. Amma neyse. Buradan keçirdirəm. Baxın. Keçdim. Bir dənə də burada batacam. Bu dəfə CC eləyirəm. Bir dənə də zincir çəkirəm. Buraxıram ipi. Belə bitdi. İndi bu ipləri mən iynəmə keçirdəcəm və arxa hissədən çıxardacam. İtirəcəm. Eyni istiqamətdə çıxıb, bax, deyək ki, buradan çıxdım. Düzdür. Bir dəqiqə. Niyə ilişdim? Şöyle bir baxalım niyə ilişdiyimə. Mən ilişməmişəm. Gəlib bu keçib bura. Burada, bismillahirrahmanirrahim. Buradan çıxdım. İndi o birisini də eyni qayda eləyirəm. Bunu pişikdə də göstərmişdim. Eyni qayda buradan daxil olur. Eyni yerdən də çıxır. Möhkəmlədəcəm oradan da gözdəki kimi ki çıxmaq ehtimalı olmasın. Vəssalam. İndi istəsəniz buna çanta tikin, istəsəniz çiyələk toxuyun əlinə verin, ürək toxuyun verin, ya gül toxuyun. Yəni fərq eləmir. Mən bu dəfə istəyirəm ya çanta toxuyum, ya da ürək toxuyum. Yəni fikirləşəcəm. Mənim belə bir başlığım da var. Hansı ki burada əlavə bir keçirtməlik yer var. İstədiyiniz bir şeyi keçirdə bilirsiniz. Ona görə mən bu başlıqlardan xoşum gəlir. Baxın. Bax belə. Bunu da buraya keçirdirik. Oldu. Bu da oldu bizim kapibaramız. Bakın. İstəyirsiniz əlinə bir dənə oyuncaq verin. Gilas toxuyun ya çiyələk toxuyun dediyim kimi. İstəyirsiniz çanta toxuyun, belinə asın. Yəni fərq yoxdur. Kapibaranın bu arada quyruğu olmur bilirsiniz. Belə bir kapibaramız oldu. Uzaqdan da göstərdim.
Şöyle. Bakınız. Hazırdır. Hər şeyi inşallah yaxşı izah eləmiş olaram. Tez çəkməyə çalışdım. Nə qədər tez çəkməyə çalışsam da bir o qədər də lənc bir video oldu. Əgər ürəyiniz darıxırsa 2x alın, tez oralarını keçin, elə toxuyun. Səbirlə yanaşmağa çalışıram ki, hər bir şeyini normal izah eləyə bilim. Sağ olun, salamat qalın. Növbəti videomuzda şal videosu olacaq.